Direktə gələn çoxsaylı sualları video şəklində cavablandırmaq istədim. Pasiyentin biri yazır ki, doktor, çəkimi vermək istəyirəm, amma bir tərəfdən də qorxuram ki, həddən artıq arıqlamağım müxtəlif xəstəliklərə, xüsusən də onkoloji xəstəliklərə səbəb ola bilər. Bu nə qədər doğrudur? İlk öncə onu deyim ki, artıq çəki sağlamlıq nümunəsi deyil. Əslində artıq çəkinin olması özü ilə bir çox geri dönməz dəyişikliklərə gətirir. Xronik xəstəliklər, ürək-damar xəstəlikləri, serebrovaskulyar xəstəliklər, insult, infarkt, yüksək təzyiq, oynaq xəstəlikləri kimi, həmçinin şəkərli diabet kimi xəstəliklərlə nəticələnə bilir ki, ona görə də artıq çəkili olmaq bir avantaj hesab olunur, əksinə ciddi bir problem hesab olunur və bu problemdən də qaçmaq lazımdır. İkincisi, əgər pasiyent çəki vermə periodunda öz başına lazımsız, uyğunsuz aşağı kalorili pəhrizlərlə və yaxud tərkibi bilinməyən bitkisel çaylardan, kofelərdən, müxtəlif dərman vasitələrindən həkim məsləhəti olmadan istifadə edərsə və bu pasiyentin yanaşı xəstəlikləri nəzərə alınmadan bu preparatlar öz başına ətraf qohum və yaxud eczanələr tərəfindən təyin olunarsa, əlbəttə ki, bu orqanizmdə olan bir çox proseslərin oyadıcısı, onun markeri ola bilər və ona görə də bu proses yalnız və yalnız həkim nəzarəti altında olması lazımdır. Amma çəkinin azalması mütləq faktordur. Bunu göz ardı etmək olmaz.